Suraxanıda 15 iyun Milli Qurtuluş Günü qeyd olundu. İyunun 13-də Suraxanı rayon icra hakimiyyətində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq mühafizə idarə müəssisə təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər. Rayon icra hakimiyyətinin akt zalında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və videoçarx nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bu günün xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici rol oynadı. Qazanılan bütün nailiyyətlərin əsasında ümumilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi Vətən müharibəsində əldə edilən böyük zəfər və qələbədir. Daha sonra çıxış edən Respublikanın əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da ümumilli liderin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək, qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildirib. Sonda sevilən incəsənət xadimləri Respublikanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Televiziya və Radiosunun solisti Zabitə Aliyeva, Azərbaycanın Eurovision təmsilçisi İlkin Dövlətov, sevilən müğənnilər Sahib İbrahimov, Talih Rəsulov, 9-cu televiziya müsabiqəsinin laureatı Cəmil Məmmədovun ifasında bədii hissə təqdim edilib.